Gemiye operasyon yapılacak. Gemiyi batırıyoruz. Dikkat, talim değil. Çarşıbaşı. Personel gemiyi terk eder. Filistin kapat. Personal gəmiyi tərk edişdə nə nəzərdə tutulur? Bir çox insan elə fikirləşir ki, gəmiyi tərk əmri veriləndə personal suya atılır və gəmidən uzaqlaşır. Ancaq real dənizçilikdə bu belə deyil. Gəmini tərk etmək əmri sadəcə kapitan tərəfindən verilir və bu o deməkdir ki, gəmini artıq xilas etmək mümkün deyil. Əsas məqsəd insan həyatını qorumalıdır. Bu əmr veriləndə heç kim suya tullanmır. Əvvəlcə bütün heyət masta işləşinə toplanır və siyah üzrə yoxlanılır. Havanın temperaturuna uyğun olaraq hidrotermal kostyum götürülür. Bu kostyum bədənin temperaturunu qoruyaraq sağ qalma müddətini artırır. Kapitanın və ya təyin olunmuş zabitin göstərişinə əsasən xilasedici qayıq və ya xilasedici sal suya atılır. Mümkün qədər su, ərzaq və istilik üçün lazım olan ləvazimatlar götürülür. Sonra heyət xilasedici sala və ya xilasedici qayığa minərək təhlükəli zonadan uzaqlaşır. Yəni gəmini tərk etmək panika deyil.